Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, əziz voleybol həvəskarları. Azərbaycan Voleybol Mərkəzindən canlı yayıma başlayırıq. Voleybol üzrə Azərbaycan Super Liqasında bugün əsas mərhələyə yekun vurulur. 12-ci turdan təxirə salınmış oyunda Rabitə və Azəryol komandaları qarşılaşırlar və Azərbaycan Respublikasının dövlət himni səslənir hal-hazırda. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Hər bir voleybol üzrə Super Liqa oyunundan öncə bu ənənədir. Himnimiz səslənir və artıq oyun bir qədər sonra başlayacaq. Qeyd etdiyimiz kimi bugün əsas mərhələyə yekun vurulur. Bu əvvəlki turlardan, 12-ci turdan təxirə salınmış qarşılaşmadır. Sözün düzü artıq play-off'a vəsiqə qazanan komandalar dəqiqləşib. Ona görə də bu görüşün bugün o qədər də böyük əhəmiyyəti yoxdur hər iki komanda üçün. Sadəcə olaraq şəxsi nüfuz baxımından bugün komandalar meydanda mübarizə aparacaqlar. Azərbaycan voleybolunun iki iddialı komandası son illərin dəyişməz çempionu Rabitə və onun əzəli rəqibi Azəryol. Hal-hazırda heyətlər ekranlarınıza gəlir və ilk olaraq heyətlərə biz də nəzər salaq. Azəryol komandası 1 Agnes Vargas, 2 Kseniya Kovalenko, 3 Fernanda Isis, 4 Aksana Parxomenko, 6 Liza Thompson, 8 Natavan Qasımova, 9 Kiara De Julio, 10 Yana Ağayeva, 14 Margarita Kozov, 15 Yesidey Siliya komandanın kapitanı, 16 Ceyran Əliyeva və 17 Polina Rəhimova. Komandanın baş məşqçisi Angelo Vercessiri. Rabitə 4 Rachel Rook, 5 Natasha Krsmanovic, 6 Tori Dixon, 7 Kayla Banvart, 8 Auera Cruz, 9 Brenda Castillo, 10 Lina Hankoso, 11 Britney Cooper, 13 Notsara Tomkom, 15 Sanya Starovic, komandanın kapitanı, 17 Katarina Skavronska və 18 Dora Horvat. Baş məşqçi Eldar Yusubovdur. Rabitə komandası sarı geyimdə oynayacaq. Azəryol voleybolçuları ağ geyimdə mübarizə aparacaqlar. Hal-hazırda Rabitə komandasının bugün əsas heyətində oynayacaq voleybolçuları da meydana dəvət olundu. Görüşü idarə edən hakimlər baş hakim, əsas hakim Rafiq Rəsulovdur və ikinci hakim Murad Əbdürrəhmanzadə. Daha doğrusu əsas hakim Murad Əbdürrəhmanzadədir. İkinci hakim Eldar Zülfüqarov. Və görüşdə Azərbaycan Voleybol Federasiyasının katibi, nümayəndəsi Rafiq Rəsulovdur. Oyuna Rabitə voleybolçuları başlayacaqlar. Notsara Tomkom, bugün əsas top paylayıcısı Skarupa yoxdur heyətdə və Notsara Tomkom əvəzində mübarizə aparar Rabitə komandasında və görüş başladı. İlk hücum Azəryol komandasınındır, ancaq top meydandan kənarda yerə düşdü Vargas Valdesin zərbəsindən sonra. Beləliklə ilk xalı bu görüşdə Rabitə voleybolçuları qazanırlar. 1-0 Rabitə öndədir. Tomkom yenidən top oyuna daxil etdi. Tiulio. Polina Rəhimovanın 6-cı zonadan zərbəsindən sonra müdafiədə yaxşı oynadı Rabitə voleybolçuları. Bu dəfə Kozux və 1-1. İkinci dəfə 6-cı zonadan Kozux zərbə indirdi. Almaniyalı voleybolçu və topa toxunmuşdu əslində Castillo. Ancaq zərbə də çox qüvvətli vurulmuşdu və Castilloya dəyən top meydandan çıxır. Hesab bərabərdir.
Oksana Parkhomenko topu out'a gönderdi servisdən sonra. Qeyd etdiyimiz kimi artıq play-off'da yarışacaq komandalar, yəni çempionluq uğrunda mübarizə aparacaq komandalar bəllidir Azərbaycan Super Liqasında. Bilirsiniz ki, reglament yenə dəyişmişdi mövsümün əvvəlində. Bu barədə məlumat verilmişdi Azərbaycan Voleybol Federasiyası tərəfindən və play-off mərhələsi yenidən oynanılır. Əsas mərhələ artıq yekunlaşıb. Bu sonuncu qarşılaşmadır və əvvəlcədən 4 dövrənin keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bilirsiniz ki, milli komandaların oyununa görə bir qədər ixtisar aparıldı dövrələrdə və 3 dövrənin yekununa əsasən birinci, dördüncü yerləri tutan komandalar Azərbaycan Super Liqasında çempionluq əbəyədək oyunlar keçirir və nəticədə final mərhələsinə vəsiqə qazanırlar və final mərhələsində artıq qalib gələn komandalar, yarımfinalda qalib gələn komandalar çempionluq uğrunda, məğlub olanlar isə 3-cü yer uğrunda görüşəcəklər. Eyni zamanda 3 dövrənin yekunlarına əsasən 5-ci və 6-cı yeri tutan komandalar arasında 5-ci yerin sahibini müəyyənləşdirmək üçün də 2 qələbəyədək oyunlar keçirilir. Artıq Azərbaycan Voleybol Federasiyası final mərhələsinin oyunlarının keçirilmə vaxtını təsdiqləyib. Buna əsasən yarımfinal oyunları aprelin 7-si, 9-u və 11-də keçiriləcək. Təbii ki, daha sonra final mərhələsi aprelin 14-ü, 15-i və 18-ində. Əgər həmin lazım olan 2 qələbə də qazanılmasa, yəni hesab bərabər olsa oyunların sayına, qələbələrin sayına görə bu zaman ehtiyat günlər də var. Yəni aprelin 19-u və 21-i ehtiyac olarsa daha bir oyun keçiriləcək. Yəni çempionun və eləcə də digər yerlərin sahibini müəyyənləşdirmək üçün. Azəryol komandası 5-3 hesabı ilə öndədir ilk setdə və indi Raşıl Ruk dəqiq zərbə endirdi. Top meydanda yerə düşdü və hesab arasındakı fərq azalır. İzləyirik bu epizodun təkrarını. Avstraliyalı voleybolçunun zərbəsindən sonra top meydanda yerə düşdü. Topun qarşısını ala bilmədi Azəryol voleybolçuları. Adina Əliyevanı ekranlarınızda görürsünüz. O zədəli olduğu üçün Azəryol komandasının və milli komandamızın aparıcı üzvlərindən biri zədəli olduğu üçün çiynindən bilirsiniz ki, zədə alıb və bu görüşdə iştirak etmir. Təbii ki, bu Azəryol komandası üçün böyük itkidir. Yəni artıq play-off'a vəsiqə qazanmış komandalar bəllidir dedik. Bu komandalar Rabitə, Azəryol İqtisadçı və Azərreyl komandaları. Təbii ki, burada əvvəlcədən artıq Rabitə, Azəryol və İqtisadçının demək olar ki, mübarizə aparacağı bəlli idi. Sadəcə olaraq 4-cü yer uğrunda çox gərgin mübarizə gedirdi Azərreyl və Lokomotiv klubları arasında və burada Azərreyl Lokomotivdən daha yaxşı təsir bağışladı. Nəticədə 4-cü yeri özü üçün təmin etdi. 18 halı var hal-hazırda Azərreylin və Lokomotivin demək olar ki, çatmaq imkanı yoxdur. Çünki oyunlar da artıq tamamlanıb, əsas mərhələ oyunlara. Beləliklə, play-off'da çempionluq uğrunda mübarizədə Rabitə, Azəryol İqtisadçı və Azərreyl komandaları qarşılaşacaq və reglamentə görə Rabitə yarımfinalda Azərreyl ilə mübarizə aparacaq. Azəryol isə İqtisadçı. Bu mənada bəlkə də Azəryol İqtisadçı görüşləri daha çox maraq doğurur. Çünki bu komandalar demək olar ki, bərabər səviyyəli komandalardır və onların qarşılaşmasının böyük maraq doğurur. Rabitə Azərreyl görüşlərində isə fikrimcə artıq real favorit mövcuddur və bu mənada Rabitənin daha imkanlı, qələbəyə daha imkanlı olduğunu güman etmək olar. 8-6 Azəryol komandası öndədir və komandalar ilk texniki fasiləyə yollanırlar birinci setdə. Bak ben sana bir
Yenə Polina Rahimova qüvvətli servis zərbəsi ilə top oyuna daxil etdi. Rabitə hələ ki hesabda geridədir. Avera Cruz və mükəmməl zərbə Cruzdan. Top bloka dəyərək meydandan çıxır. 7-8. İzləyirik epizodun təkrarını. Mükəmməl və güclü zərbə vurdu Avera Cruz həmin epizodda. Və hal-hazırda topu elə bu voleybolçu özü meydana daxil edir. Aşırma zərbə, top meydandadır. Kozux Azəryola 9-cu xalı qazandırır Almaniyalı voleybolçu. İzləyirik epizodun təkrarını. Burada səhv etməmsə Avstraliyalı oyunçu Ruk topa toxundu, ancaq bu yetərli deyildi. Zərbənin, yəni bu epizodun qarşısını almaq üçün. Rabitə hücumdadır və əla zərbə Diksondan. Bucağı çox da düz deyildi, iti bucağı idi, ancaq çox effektli bir zərbə vurdu Rabitə komandasının 6 nömrəli oyuncusu Tori Dikson. İndi isə Kseniya Kovalenko yaxşı oynayır Azəryol komandasının 2 nömrəli voleybolçusu, milli komandamızın üzvü. Ceyran Əliyeva libero kimi bugün mübarizə aparır. Gənc voleybolçu Azəryol komandasının heyətində. Artıq demək olar ki, əsas heyət oyuncusu kimi göstərmək olar bu voleybolçunu. Əslində Azəryolda libero cəhətdən heç bir problem yoxdur. Sadəcə olaraq komandanın əsas liberosu Karatenka bilirsiniz, canalıq məzuniyyətinə çıxıb və komandasının oyunlarında iştirak etmir. Və onun yoxluğunu hiss etdirmir Ceyran Əliyeva. Əslində burada başqa bir libero da var, bildiyiniz kimi. Liza Thompson, o da libero kimi çıxış edir Azəryol komandasında. Ceyran Əliyeva bugün artıq əsas heyət oyuncusu kimi çıxış edir Azəryolda. Hal-hazırda Verchessinin yetirmələri irəlidədirlər 11-9 hesabı ilə. Hesab arasındakı fərqi azaldır Rabitə. 10-11. Skavronska. Top oyuna daxil edir. Ceyran Əliyeva topa toxundu, ancaq top rəqib zonaya gedir və Rabitə hesabı bərabərləşdirdi. Bu imkanlar rəqibin topun qəbulunda o qədər də yaxşı oynamamasından istifadə etdi Rabitə voleybolçuları. Natasha Krsmanoviçin zərbəsi də dəqiq alındı və hesab 11-11'dir. Yenidən Skavronska, Ceyran Əliyeva yenə səhvə yol verdi. Gənc libero. Təbii ki, Skavronska'nın da bu mənada bütün zərbələri məhz Ceyran üzərinə göndərməsi təbii ki, bu voleybolçunun ustalığından xəbər verir. O hiss edir ki, gənc voleybolçu hələ ki, topların qəbulunda o qədər də sərrast oynamır. Və indi o özü səhvə yol verdi Skavronska top oyuna daxil edərkən. Hesab yenidən bərabərdir. 12-12. Chiara De Julio. Azəryolun İtalyalı voleybolçusu top oyuna daxil edir. Julio. Rahimova. Rabitə hücumda Tomkom. Ruk. Top bloka dəydi. Növbəti hücum olacaq. Rabitənin Cruz. Yenə blok yaxşı oynayır. Ancaq Rabitə də xeyr, topu rəqib zonaya göndərmək mümkün olmadı. 2 dəfə Rabitənin hücumunda Azəryol müdafiədə çox yaxşı oynadı. Yaxşı blok qurdu və nəticədə xalı qazandı. 13-12. Ruk. Cruzun zərbəsi topu qəbul edir Azəryol voleybolçuları və nəticədə Chiara De Julio 6-cı zonadan əla zərbə vurdu və komandasına 14-cü xalı qazandırır. Castillo topu qəbul edə bilmir gördüyünüz kimi. Dominikanlı libero. Tomkom, Krsmanoviç yenə blok yaxşı oynadı. Növbəti hücum Rachel Ruk. Yenə top bloka dəydi.
Topa toxunma varmı? Xeyr. Hakim bildirir ki topa heç kim toxunmayıb və top out'a gedib. Nəticədə Azəryol 15-ci xalı qazanır. On beş 12. Skavronska. Tomkom, Rashid Ruk və növbəti xal. Bəli, bu dəqiqələrdə Azəryol bloku çox gözəl qurur və demək olar ki, məhz Azəryol voleybolçularının indi hesabda önə keçməsi sırf müdafiədəki əla oyunla oldu. Blokdakı əla oyunla oldu. Rabitəyə sərrast zərbə vurmaq imkanı vermirlər. Azəryol voleybolçulara 4 xal fərqi ilə önə keçiblər birinci setdə. 16-12 və ikinci texniki fasilədir. Rabitə hesab arasındakı fərqi azaldır. Texniki fasilədən sonra hesab 13-16'dır. Natasha Krsmanovic top oyuna daxil edəcək. Ekranlarınızda görürsünüz Rabitənin aparıcı oyuncularından biri, ancaq servisi sanki çox həvəssiz yerinə yetirirdi Krsmanovic. Və 17-ci xalı qazandı Azəryol. Cruz. Rukun növbəti zərbəsi və topu yaxşı qəbul etdi Azəryol voleybolçuları. Chiara Del Julio, Vargas. Xeyr, yaxşı hücum təşkil etmək mümkün olmadı, çünki ötürmə lazımi səviyyədə deyildi və bundan istifadə edir Tori Dixon. Komanda yoldaşının ötürməsini yaxşı dəyərləndirdi Dixon. Hesab 14-17'dir. Bizə belə demək mümkünsə, turnir cədvəli baxımından, play-off baxımından əhəmiyyətli oyun deyil, ancaq komandalar əzəli rəqibdilər Azərbaycan voleybolunda və çox güman ki, bugün barışmaz bir mübarizə gedəcək meydanda. Rabitə daha bir xal qazandı və hesab 15-17'dir. Azəryolun xeyrinədir. Rashid Ruk. Yaxşı servislər var və Chiara De Julio'nun səhv etməsinə şərait yaratdığı bu güclü servisi ilə 16-17 və time-out götürür. Angelo Verchesi time-out götürdü. Hesab artıq minimuma enib birinci setdə. Növbəti servis Rashid Ruk'dan. Skavronska. Tomkom. Cruz və top meydanda yerə düşdü. Bloka dəyən top, bloku yardı top və meydana düşdü. Hesab bərabərdir. 17-17. 4 xallıq fərq. Əlbəttə, belə komandaların oyununda bəlkə də o qədər də böyük üstünlük deyildi. Yəni, Azəryol bu üstünlüyü əldən verdi. Yəni, belə görünür ki, böyük üstünlük deyil. Yəni, Rabitə hər halda
üstünlüyü, rəqibin üstünlüyünü aradan qaldırdı və indi özü artıq 18-ci xalı qazanır. Azəryol setin ortalarında blokda yaxşı oynayırdı. İndi isə artıq ardıcıl olaraq səhvlərə yol verməyə başlayıb voleybolçular. Yenə Ceyran Əliyeva ekranlara gəlir. Əlbəttə o burada işte günahkar değildi çünki bundan öncə top bloka dəymişdi. Zərbə zamanı növbəti time-out. Yenə Angela və Chelsea götürür. Hesab artıq Rabitənin xeyrinədir. 18-17. Oyun devam edir artıq. Yenə Ruk artıq uzun müddətdir ki topu çox dəqiq servislərlə rəqib zonaya doğru göndərir və növbəti səhvə yol verdi arxa zonada olan voleybolçular Azəryolda. 19-17. Rashil Ruk'un servisləri sayəsində Rabitə önə keçir. Çox güclü yerinə yetirir. Azəryol xal qazanacaqmı? Bloka dəydi. Tomkom topu qəbul edir. Avera Cruz aşırma zərbə. Aksana. Parhomenko topu qəbul etmişdi. Brenda Castillo yaxşı oynuyor. Yenə Cruz. Castillo, Tomkom. Cruz'un 3-cü dəfə cəhdi xal qazanmaq üçün. Tomkom, Rashil Ruk. Blok topu götürdü bu dəfə. Kozuq. Yaxşı oynuyor. İzlədik epizodun təkrarını. 18-19. Polina Rəhimova indi isə sanki Rashil Ruk'un bir qədər etdiklərini Polina edəcək. Hələ indi Erdoğan Yusubovun bu əvəz etməsini başa düşmək olar. Əlavə bir liberonu meydana bıraxdı. Çünki mən Skavronska'nın üzərinə gedəcək toplar. Skavronska belə vəziyyətlərdə o qədər də yaxşı təsir bağışlamır. Bir qədər öncə bunu gördük. Polina'nın servisləri çox sərtdir, qüvvətlidir. Castillo, Cruz və bu da 20-ci xal. Hesab bərabərləşmişdir. Rabitə yenidən öndədir. Skavronska meydana qayıdır. Kayla Banvartı meydana bırakmıştı Eldar Yusupov bir qədər öncə. Artıq həmin o təhlükə olmadığından Polina Rəhimovanın servisləri nəzərdə tuturam təbii ki. Yenidən Skavronska'nı meydana daxil etdi. Çünki Rabitənin aparıcı hücumçusudur bu oyuncu. Top meydanda yerə düşür. Bəli, Ceyran Əliyeva səhvə yol verdi. O gərək topa toxunaydı. Elə zənn etdi ki top kənara düşəcək ancaq top meydanda yerə düşdü. 21-19. Cruz. Julio. Polina qüvvətli bir zərbə və top bloka dəyərək out'a getdi. 20-21. Castillo ekranlarınızdadır. Azərbaycan voleybolunda ən cazibədar, yəni təkcə oyunu ilə yox, öz zahiri görünüşü, cazibədarlığı ilə də seçilən voleybolçudur. Castillo yenə blok yaxşı oynadı. Yenə Chiara de Julio. Hesab yenidən bərabərdir. Bu setin sonlarında artıq hiss olunur ki, çox gərgin bir mübarizə gedəcək qələbə üçün. 21-21. Kozuq. Rashil Ruk. Top out'a gedir. 22-ci xalı qazandı Rabitə. Rashil Ruk. Xeyr, daha doğrusu bu Tori Dixon idi bu dəfə. Top out'a getdi onun servisindən sonra. Bərabərlik var yenidən hesabda. Dəyişiklik edilir Azəryol komandasında və Natavan Qasımova
meydana daxil oldu Kseniya Kovalenkanın əvəzinə meydana və indi o servisi yerinə yetirəcək. Adətən topu oyuna daxil etmək üçün Natavan Qasımovadan istifadə edir. Və bu hücumu da dəf edə bilmirlər Azərbaycan voleybolçuları. Angela Verchesi Qasımovadan meydandan çıxartdı. Daha doğrusu libero oyuna daxil oldu Ceyran Əliyeva. (23-22) rabitə öndədir. Tomkom. Daha bir səhv. Bu artıq demək olar ki, birinci setin də bəlkə də taleyini müəyyən etdi. Kozov səhvə yol verir. Almaniyalı oyuncu. Tomkom. Tomkom özü də servisdə səhv etdi. Bəlkə də bu bir qədər ümid yaradır Azərbaycan oyuncuları üçün. İndi təbii ki, yenə də set xalı. Rabitə komandası time-out götürür. Eldar Yusubov Rabitənin baş məşqçisi time-out götürdü. Hesab 24-23 Rabitənin xeyrinədir birinci setdə və set xalı hələ ki Rabitə üçün qalmaqdadır. Azerbaycan komandasındaki yaratıcı oyunlarından meydana Yana Ağayeva çıxır. Yana Ağayevanın əlavə bir hücum oyuncusunu meydana buraxdı. Bəlkə də blokla rəqibin sərrast zərbəsinin qarşısını almaq istəyir. Ancaq servis alınmadı Oksana Parxomenkada. Nəticədə Rabitə 25-ci xalı əldə edir və ilk setdə 25-23 hesabı ilə qalib gəldi. Rabitə 1-0 hesabı ilə öndədir Rabitəçilər. Setlər arası fasilə başlayır. Beləliklə ikinci set başlayır. Rabitə Azeryol qarşılaşmasında. Rabitə 1-0 hesabı ilə öndədir ilk setdən sonra. Hücumda hal-hazırda yeni rabitəçilərdir və Rachel Rupp ilk xalı qazandırır komandasına. Avstraliyalı voleybolçu. Qeyd etdiyimiz kimi Rabitə turnir cədvəlində liderdir.
əsas mərhələni artıq bu komandanın lider kimi başa vuracağı dəqiqləşib. Yəni bu oyunun nəticəsindən asılı olmayaraq 38 xal yığılıb hal-hazırda Rabitə və setlərin fərqi komandada 48-dir. Yəni 40 setdə qazanıb bu komanda, 8 setdə cəmi məğlub olub. Çox yaxşı göstəriciləri var. 14 oyundan cəmi birində məğlub olub. 13 qarşılaşmada meydanı qələbə ilə tərk edib Rabitə voleybolçuları. Azəryolun isə 14 oyundan 12 qələbəsi var. 2 oyunda məğlub olub bu komanda. 3-cü yerdə gedən iqtisadçı rəqiblərə nisbətən bir oyun çox keçirib. 9 qələbəsi, 6 məğlubiyyəti var. Və 4-cü yerdə gedən Azərreyl komandası 15 oyundan 5-də qalib gəlib, 10-da isə məğlub olub. 5-ci yer uğrunda isə Lokomotiv və Telekom komandaları mübarizə aparacaqlar. Bu komandalar demək olar ki, bərabər səviyyəli komandalardır. Onların da dəfələrlə gərgin oyunlarının şahidi olmuşuq. Azərbaycan Super Liqasında və sonunu gəlib 5-ci yer uğrunda mübarizə də öz gərginliyi ilə yadda qalacaq. Rabitə ikinci setdə artıq böyük üstünlük qazanıb. Növbəti səhv Azəryol voleybolçularından. Bu dəfə Ceyran Əliyeva səhvə yol verdi. 5-1 və artıq Angela Verchesi məcbur olub time-out götürdü. Rabitə ikinci seti də əla başlayıb. Vargas'ın zərbəsi indi topu götürdü Rabitə voleybolçuları. Cruz zərbəsi o qədər də qüvvətli deyildi və bundan istifadə edir. Polina Rəhimova. Təkrarı da izlədiniz. 2-5. Vargas top oyuna daxil etdi. Tomkom, Cruz. Palina'nın bu dəfə zərbəsi alınmır. Polina Rəhimova. İstədiyi kimi topu vura bilmədi. 6-2. Rachel Rook. Top tora dəydi. Servis alınmır. 3-6. Aslında çox yaxşı yerinə getirir servislər. Ancaq əlbəttə ki, güc hesabına smaç servislərdə belə hallar başa düşüləndi. Top alta düşmüşdü. Palina'nın servisindən sonra bəli son. İkinci setdə hələ ki Palina'nın oyuna alınmır. 7-3. Çox qısa müddət artıq ilk texniki fasiləyə qədər gəldilər komandalar. Cruz, Ceyran Əliyeva. Polina bu dəfə 6-cı zonadan dəqiq zərbə vurdu və topa toxunacaqdı Cruz, ancaq Rachel Rook ilk topa toxunan oyuncu oldu və nəticədə komanda yoldaşını da çaşdırdı. Brenda Castillo əla oynayır. İndi isə Rabitə oyuncuları bir-birini başa düşmədilər. Rook'la Cruz. Hər ikisi sanki elə gözləyirdi ki, bir-birinə imkan verəcəklər topu götürməyə və bu da olmayınca top
Rashid Ruka dəydi və daha sonra meydandan çıxdı. Ancaq 8-ci xalı qazanır Rabitə. Bir qədər əvvəlki hücumla, bax bu hücumla top bloka dəyərək out'a çıxdı. 8-5 Rabitə 3 xallıq fərqlə öndədir ikinci setdə. İlk texniki fasilə başlayarkən. Hörmətli voleybol həvəskarları, aprelin 7-sində və 9-unda sizi play-off maçlarına dəvət edirik. Saat 14'te 5. yer uğrunda Telekom Lokomotiv, saat 16'da 2. seçimler uğrunda İktisatçı Palina yenə 6-cı zonadan 18'de dəqiq zərbə vurdu. Texniki fasilədən sonra Azəryol 6-cı xalı qazanır. 6-8. 9'u saat 14'te 16'da ve 18'de. Gəlin öz komandamıza dəstək. Skavronska. Tomkaradan əla bir hərəkət. Notsara Tomkom. Elə zənn etdi ki, ötürmə verəcək. Aldatdı rəqibin bloka tullanan oyuncularını və nəticədə topu sakitcə bir toxunuşla rəqib meydançasına doğru göndərdi. Tomkom, Ceyran Əliyeva yenə inamsız oynayır topun qəbulunda. Tomkom, Skavronska. Blok yaxşı oynadı Cruz. Rashid Ruk. De Julio topu götürdü. Skavronska. Cruz. Aşırma zərbə və top meydandan çıxır. Out'a getdi top. 7-9. 7-9. Natasha Krsmanovic ekranlarınıza gəldi. Rabitənin Serbiyalı voleybolçusu Oven Sanya Starovic ikisi birlikdə artıq uzun illərdir ki, Rabitədə çıxış edirlər. Skavronska aşırma zərbəsindən sonra Azəryol topu götürdü. Castillo. Skavronska blok yaxşı oynayır. Tomkom. Rashid Ruk və əla, ancaq xeyr top antenə dəydi. Və də hətta out'a da çıxdı. 8-9. Azəryol yavaş-yavaş rəqibə çatır. Çox gərgin mübarizələ müşahidə olunur. Xüsusilə bu setin bu anları indi Krsmanovic topun qəbulunda səhvə yol verdi nəticədə. Hesab bərabərləşdi. Time-out istəyir Eldar Yusubov. Hesab bərabərləşdi. 9-9. Krsmanovicin səhvindən sonra time-out götürür Rabitənin baş məşqçisi. Tomkom. Skavronska. Topa toxundu. Arxa zonada Oksana Parxomenko, ancaq bu xal qazanmaq üçün yetərli deyildi. 19. Rabitə öndədir. Skavronska topu oyuna daxil edir Polşalı oyuncu. Ceyran Əliyeva və daha bir səhvə yol verir Azəryol. Oyuncu Ceyran Əliyeva hal-hazırda libero
Topların qəbul edilməsində xeyli səhvlər edir. Ola bilsin ki, artıq qarşıda Verçesi əvəzləyə də bilər bu oyunçunu. Palina. Krsmanovic. Top alta çıxdı. Topa toxunmadılar elə Azəriyolun oyuncuları, çünki artıq gördülər ki, top alta çıxır. Krsmanovicin mən buradakı hərəkətini bəyənmədim. Sanki ötürməli olduğu topu nəyə görə rəqib zonaya doğru göndərdi, bir qədər anlaşılmaz oldu. Voleybolçunun bu hərəkəti. Krsmanovic özü indi dəqiq oynayır. Bir qədər əvvəlki səhvini sanki artıq bu xal qazanması ilə unutturur Krsmanovic. On 12-10. Rabitə öndədir. Yenə hücum qura bilmədilər Azəriyol voleybolçuları istədikləri kimi. Rachel Rook, ancaq Rook da dəqiq oynamır. Topu alta vurur. Əlverişli bir vəziyyətdə heç kim mane olmurdu. Heç bloka da dəymədi top. Rook'un bu zərbəsindən sonra top alta getdi sadəcə olaraq. 11-12. Vargas. Rook. Azəriyol hücum quracaq. Əla oynuyor Chiara De Julio. 12-12. Vargas. Cruz. Aşırma zərbə. Castillo. Cruz. Yenə De Julio. Palina. Cruz'a dəyir top və meydandan çıxır. Azəriyol önə keçir. 13-12. Məhz hücumdakı oyunu alınır hal-hazırda Rabitənin. Müdafiə ölçünün ötəsinə heç də pis gəlmir. Hücum istədikləri kimi alınmır Rabitədə. Rachel Rook top meydandadır. 13-13. Avstraliyalı voleybolçunun zərbəsi dəqiq oldu. Rook servisi yerinə yetirdi. Blok yaxşı oynuyor Rabitədə. Castillo. Azəriyol hücumdadır. Skavronska topu qəbul edə bilmədi. Azəriyol öndədir. 14-13. Palina Rəhimova servisi yerinə yetirəcək. Çox qüvvətli alınır onun zərbələri. Smash servislər zamanı yenə. Cruz topu çox gözəl qəbul etdi. Cruz zərbə endirir və demək olar ki, bu xalı məhz Cruz'un aktivinə 14-14. tam olaraq yazmaq olar. Həm topu çox gözəl qəbul etdi, həm də zərbəni də özü vurdu. Çox peşəkar və usta bir voleybolçudur Aurora Cruz. Puerto Rikolu voleybolçu. Ancaq səhv etdi servis zamanı. Azəriyol önə keçir. 15-14. Cruz. Tomkon. Rachel Rook top bloka dəydi. 16-14. Azəriyol öndədir. İkinci texniki fasiləyə yollanır komandalar. For diagonal play, up to Kapoor. Steps again for this side, for the play there. You stay alone.
nəfər servis səhvini Azeryol voleybolçusu etdi. İkinci texniki fasilədən sonra Kozuq topu auta göndərir. Servis zamanı hesab 15-16'dır. Ceyran Əliyeva. Kseniya Kovalenko block out. Sanki zərbəni elə vurdu ki, top elə bloka deyərək meydandan çıxsın. 17-15 və Kovalenko top oyuna daxil edəcək. Castillo çətinliklə topu qəbul etdi. Komanda yoldaşı bir qədər inamsız oynamışdı. 18-15. Azeryol 18-ci xalda qazanır. Kovalenko, Cruz, Tomkom, Skavronska top meydandadır. Hücumu yaxşı təşkil etdi rabitə voleybolçuları. Hesab arasındakı fərqi azaldırlar Polşalı oyunçunun zərbəsindən sonra. Ceyran Əliyeva. Out. Rəhimovanın zərbəsi out'a getdi. Fərq minimum enir. Sara Tomkom. Yaponiyalı oyuncu top oyuna daxil etdi. Castillo. Skavronska və top meydanda yerə düşürmü? Xeyr. Out işarəsi verdi rabitə isə bu qərardan narazı qaldı. Təbii ki, bu təkrardan o qədər də dəqiq söyləmək mümkün deyil. Bu meydana düşüb düşməməsini. Azeryol öndədir. 19-17 hesabı ilə. Skavronska. Top Kozuqa dəyərək meydandan çıxır. 18-19. Yenə gərgin mübarizə gedir və hər an hər şey ola bilər bu setdə. Bir xallıq, iki xallıq fərq, böyük üstünlük deyil belə komandaların oyununda. Hər an hər şey dəyişə bilər. Skavronska, Vargas. Dəqiq zərbə vurmağa imkan vermədilər ona. Rabitə hücumdadır. Raşılruk. Top meydanda yerə düşür bloka dəydikdən sonra. 20-18. Azeryol önə keçir. Yəni iki xal fərqi ilə önə keçir. Kayla Banvardı meydana daxil edir. Skavronska'nın əvəzinə yenə də Eldar Yusubov. Skavronska'nın əvəzinə meydana 7 nömrə Kayla Banvard çıxır. Aktik olaraq nominal ikinci libero kimi oynayır. Kayla Banvard. 20-18 Azeryol ilerlədir. Raşılruk. Cruz topa toxundu və top meydandadır. Xeyr, qayda pozuntusu yox idi bu vəziyyətdə. Parmaqları ilə topa toxunaraq boş zonanı gördü Cruz. Nəticədə komandasına 19-cu xalı qazandırdı. Krsmanoviç. Hücumda Azeryoldu. Vargas aşırma zərbə və top meydanda yerə düşür. 21-19. Yine Natavan Qasımova meydana çıxdı. Topu oyuna daxil etmək üçün. Cruz. Tomkom. Əla bir zərbə. Tori Dixon. De Yulia da topa toxunmuşdu. Rabitə komandasında Cruz'u meydandan çıxarır. Eldar Yusubov. Raşılruk. Top oyuna daxil edəcək.
dəqiq zərbə Kozuqdan. 22-20. Almaniya millisinin aparıcı üzvlərindən biri bu vəziyyətdə səhvə yol vermir. Çox dəqiq indirdi zərbəni. 2 xallıq fərq davam edir ikinci setdə. Tomkom. Aşırma zərbə və top meydanda yerə düşdü. Rabitə voleybolçuları hamı bir-birinə baxdı bu vəziyyətdə. 23-20 Azəryol qələbəyə çox yaxındı bu setdə. Hey, look at five. So we go with middle block, one step up to back, one five. So stay the line, stay the line. Look where it is. Devam edir Russell Rook. Növbəti hücum olacaq Rabitədən. Yenə topu yaxşı qəbul edir Azəryol voleybolçuları və 24-cü xalı qazanırlar Kseniya Kovalenko. Bu setdə artıq demək olar ki, qələbə təmin olunub Azəryol komandası üçün. Sadəcə bir xala ehtiyacları var. Dora Xorvat meydandan çıxdı, Kruz meydana qayıdır. Dəyişikliyin nə üçün edildiyini sanki anlamadım. Eldar Yusubov tərəfindən aparıcı bir voleybolçudur Kruz. Komanda hesabda geridə düşdüyü anda Dora Xorvatı meydana bıraxdı. İndi isə daha bir dəyişiklik Rabitənin baş məşqçisindən. Əlbəttə, oyunun heç bir əhəmiyyəti yoxdur və əslində ehtiyatlı olan oyuncuları da oynatmaq üçün yaxşı bir imkandır bu qarşılaşma. Hələ xüsusda indi artıq bəlkə də bu setli məğlubiyyətlə barışıb Rabitə. Eldar Yusubov ikinci əvəz etmənin yerinə yetirilmə imkan vermədi. Rəhimova, De Julio və 25-21. Hesab bərabərləşir Rabitə Azəryol görüşündə. Həmin o gözlənilən əzimkar mübarizəni biz görürük hal-hazırda. İlk setdə Rabitə, ikinci setdə isə Azəryol qalib gəldi. Ümumi hesab hal-hazırda bərabərləşir. Sənin nəfəsindir məni yaşadan, mənə yazıbdır səni yaradan. Sən olmadan ruhum pərişan olur, həsrət çəkən gözlərim qəriban qalır. Sən gedincə tənhalıqda
Üçüncü set başlayır. 12-ci turdan təxirə salınmış görüş. Rabitə Azeryol qarşılaşması. Ümumi hesab 1-1'dir. Vargas və 1-0. İlk xala Azeryol qazanır 3-cü setdə. Oksana Parkhomenko top oyuna daxil edir. Krsmanovic 1-1. Bir daha qeyd edək ki, yarım final mərhələsi play-off'da aprelin 7-si və 9-unda keçiriləcək. Daha sonra final mərhələsi 14, 15 və 18 apreldə. Yəni bu oyunlardan da sonra çempion yerlərin sahibləri müəyyənləşməsə, əlavə olaraq 19-u və 21-də də qarşılaşmalar keçirilə bilər. Yəni təbii ki, bu artıq oyunların gedişatından asılı olacaq. De Julio servisdə səhvə yol verdi. Hesab 2-2'dir. Vargas. Az qala səhvə yol verəcəkdir artıq oyuncuları. Ancaq son anda bunu düzəltdilər öz səhvlərini. Julio aşırma zərbə. Cruz topa toxundu. Cruz və top out'a gedir. Bloka dəyən top out'a getdi. Rabitə öndədir 3-2. Polina Rahimova. Rəqibin oyuncusuna dəymişdi onun zərbəsindən sonra top. Top out'a getsə də topa toxunma var idi. Hakim də belə işarə verdi. Hesab 3-3'dür. Yaşılruk. 4-4. Servis yerine iti Ceyran Əliyeva bu dəqiqə səhvsiz oynuyor. Block shot tor üzərində yaşandı. Tomkom. Castillo. Skavronska. Ceyran Əliyeva mükəmməl oynuyor gənc voleybolçu. Qüvvətli zərbəni dəf etdi. Dördüncü cəhdi. Azeryolun aşırma zərbə. Skavronska. Dixon. Çox gərgin mübarizə gedir. Xal kimin olacaq? Və Skavronska arxa zonada topun qəbulunda səhvə yol verdi. 5-4. Daha doğrusu. Hesap bərabərdir. Polina servisdə yaxşı oynadı, ancaq eyni uğuru Azeryol voleybolçuları blokda göstərə bilmirlər. Topun qəbulunda səhvə yol vermişdir rabitəçilər. Ancaq indi əsas olan o səhvdən sonra dəqiq zərbə vurub xal qazanmaq idi ki, bu dəfə artıq rabitənin bloku yaxşı oynadı. Ceyran Əliyeva. Aşırma zərbə. Oksana Parkhomenko'nun hərəkəti diqqətə layiqdir. 5-5. Oksana Parkhomenko topu qəbul etdi. Rabitə hücumdadır. Cruz aşırma zərbəsi alınmır. Skavronska.
Kseniya Kovalenko və sakitcə Oksana Parxomenko topu rəqibin meydançasına göndərir. Azeryol öndədir. 6-5. Cruz. Skavronska. Top bloka deyərək out'a gedir. Qüvvətli zərbədən sonra, Polşalı oyuncusunun zərbəsindən sonra izləyirik. Çox qüvvətli zərbə oldu və daha sonra topa çata bilmədilər. Azeryolun iki oyuncusu Kozuq və Ceyran Əliyeva. Bərabər mübarizə gedir 3-cü setin əvvəllərində. Səhv etdi Dixon servis zamanı. 7-ci xalı qazanır Azeryol voleybolçuları. Kseniya Kovalenko top oyuna daxil etdi. Skavronska dəqiq oynayır. Demək olar ki, o topu göndərdiyi zonada heç Azeryol oyuncusu yox idi. Ən yaxın olan Kovalenko idi ki, top onun önünə düşdü bu vəziyyətdə. Tomkom. Ceyran Əliyeva. Parxomenko, Polina Rahimova. Polina da yaxşı oynayır. 6-cı zonadan sərrast zərbə vurur. Və 8-ci xalı qazandı Azeryol. İlk texniki fasilə 3-cü setdə. Azeryol öndədir. But when they go for diagonal, Skoronska in front, take his angle. Because she jump after she close. Não, estava bueno. Mas era as suas manos. Você vai sacar, encerrava. Ok? Go. Ei, vai, go, 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 go. Cruz. Skavronska. Xalqa bitənindi. Rəqibin qoluna deyərək alta çıxdı. Sanki elə zənn etdik ki, top tora deyim, ancaq xeyr. Rəqib voleybolçuya dəymişdi top. Skavronska'nın zərbəsi zamanı. Dora Xorvatı meydana buraxır. Eldar Yusubov. Ceyran Əliyeva topun qəbulunda yaxşı oynadı. Və hücumu dəqiq tamamlayan Polina Rahimovadır. Bu setdə onun oyunu çox gözəl alınır, Polina'nın oyunu. Komandası üçün ardıcıl xallar qazanıb. Burada qalan dəqiqələrdə. Cruz. Səndən sonra Margarita Kozuq və Azeryol artıq 18 hesabı ilə öndədir. Çara de Julio. Castillo. Buyucuğu Krsmanovic. Boşladığı zərbələrdən birini vurdu. Qısa ötürmələr zamanı. Belə zərbələr vurmağı xoşlayır Krsmanovic. Yaxşı bacarır əslində. 9-10. Serbiyalı topu oyuna daxil etdi. Xeyr, bu topu dəf etmək mümkün olmayacaq hətta. İndi yan xət hakimi də mane olmasın deyə oyunçulara öz mövqeyini tərk edirdi. Hətta
Görürsünüz, hakimlərin də gülüşünə səbəb olur bu vəziyyət. Bir təkrarı izləyirik. Hətta Rashid Rukla yan xətt hakimi arasında qısa bir mübahisə də yaşandı. Rashid Ruk iradını bildirir ki, o yan xətt hakimi vaxtında öz mövqeyindən çəkilməli və voleybolçuların topu götürməsinə imkan verməli idi. Kozuq. Dora Xorvat topu qəbul etdi. Rashid Ruk. 11-11. Rabitə hesabı bərabərləşdirir. Top meydanına kənarda yerə düşdü Rukun zərbəsindən sonra. Servisdə qeyri dəqiqlik. Təkrardan da aydın görünür. 12-11 Azəryol irəldədir. İndi isə Polina Rəhimova smaç servisdə səhv etdi. Hər iki komandada smaç servisləri yaxşı yerinə yetirən oyuncular var və bunlar rabitədə. Rashid Ruk, Azəryolda isə Polina Rəhimovadır. Dixon istədiyi kimi zərbəni effektli yerinə yetirə bilmədi. Polina Rəhimova. 13-12. Xal prinsipi ilə gedir bu setdə oyun. Və Dora Xorvat hesabı bərabərləşdirir. Tori Dixon topu oyuna daxil etdi Amerikalı voleybolçu. Polina. Xorvat top bloka dəyir. 14-13. Azəryolun üstünlüyü davam edir. Verçesi bir an olsun belə sakit dayanmır. Bütün oyun ərzində o öz yetirmələrdən nəsə deyir. Hətta top rəqib tərəfindən oyuna daxil edilərkən belə onun bu tapşırıqları davam edir. Və Azəryol artıq 15-13 hesabı ilə öndədir. Xorvatı meydandan çıxararaq Skavronska'nı oyuna qaytarır Eldar Yusubov. Xorvat bir epizodda da səhv etmişdi hücum zamanı. Topu rəqibin blokuna doğru vurmuşdu. Kseniya Kovalenko servisdə dəqiqə oynaya bilmədi. 14-15. Cemiliyeva aşırma. Zərbə Oksana Parxomenkodan və 16-cı xalı qazanır Azəryol. İkinci texniki fasilədə də bu komanda öndədir.
Azeryol 16-14 hesabı ilə öndəydi. İndi Angelo Verchestin'in komandası 17. xalı da qazanır texniki fasilədən sonra. Yavaş-yavaş artıq üstünlüyünü artırmağa çalışır. Azeryol oyuncuları. Skavronska. Parkhomenko topa toxundu və top out'a getdi. Qüvvətli zərbə idi. Bu hücumun qarşısını almaq mümkün olmur. 15-17. Skavronska servis səhvdi, top tora dəydi. 18-15. Azeryolun üstünlüyü davam edir. 3. setdə rabitə voleybolçuları topun qəbulunda ciddi səhvlərə yol verməyə başlayıblar. Cruz blok yaxşı oynadı. Ceyran Əliyeva, Polina, Castillo topa toxundu. Skavronska, Cruz, Ceyran Əliyeva, Polina və out'a getdi top. 19-15. Timeout rabita. Eldar Yusubov timeout götürür. Hal fərqi 4'dü. 3. setdə və Azeryol öndədir. Not here. And for to play with high ball. Okay? Polina, você handle the ball. Stay in the line for the. If you can go for 7. Vai para 7, vai para 7. Salta na frente. Timeout başa çatdı. Oyun davam edir. Azeryol rabitə ilə görüşdə 4 xal fərqi ilə öndədir. Ancaq yenə də deyirəm, təbii ki, belə oyunlarda 3-4 xal fərqi belə bu da böyük üstünlük deyil. Yəni bunu biz əvvəlki setlərdə də gördük. İstənilən an hər şey dəyişə bilər. Ceyran Əliyeva daha bir xal qazanır. Azeryol voleybolçuları Margarita Kozuk'un zərbəsindən sonra. Top bloka dəyərək rabitənin meydanında yerə düşdü. 20-16. Cruz. Skavronska, Cruz. Polina özü topu qəbul etdi, özü zərbə indirdi. Ancaq Cruz müdafiədə yaxşı oynayır. Daha bir zərbə Skavronska. Tomkom. Cruz. 3-cü cəhdi olacaq Azeryolun hücumda. Və bu dəfə xeyr, yenə topu qəbul etdilər. Ancaq səhv edir rabitə oyuncuları. Bu da 21-ci xal. Azeryol bu setdə çox yaxşı təsir bağışlayır rabitə ilə müqayisədə. Həm blokdakı, həm də mükəmməl oyun xüsusilə komanda hücumdakı oyununu düzəltdi. Artıq hücum zamanı nə Kozuk, nə Polina, eləcə də Chiara De Julio səhvlərlə yadda qalmırlar və hesab arasındakı fərq də kifayət qədər böyükdür. 22-16 timeout götürür Eldar Yusubov. This high ball for her is super and she are going to paralela. So if it's 7 you have, but 1 Polina and Senya, okay? Vai, go. Attention team, attention team.
Julio topun qabılında əla oynadı. Oksana. Vargas. İki dəfə yeni oyuncunun topa toxunması. Qayda səhv idi və Xal Rabitəyə verildi. 17-22. Fərq yenə də kifayət qədərdir. Vargas səhv yol vermişdi bir qədər öncə. Raşulruk. Oksana. Səhv oynadı Kozov bu epizodu. Topu avuta göndərir Almaniyalı oyuncu. On 18-22. Julio, Oksana, Palina, Skavronska. Cruz'un zərbəsi, mükəmməl oynadı Cruz. Kliverin nə qədər ündürə tullandı və ikili blokun arasından topu elə gözəl keçirdi ki, hesab arasındakı fərq də azalır hal-hazırda 19-22 və Azeryolun baş məşqçisi Verchesi time-out götürdü. Jump steps again. Ruk servisi yerinə yetirdi. Yenə müdafiədə yaxşı oynayır rabitəçilər. Cruz və 20-22. Görürsünüz, rabitə yenə də sanki o inanılmazı etməyə çalışır. 6 xal fərqi ilə komanda geridə idi və budur. Hesab artıq 20-22'dir. 2 xallıq fərqi var. Üstünlüyü var Azeryolun. Bu dəfə Ruk artıq səhvə yol verir. Ardıcıl öz servisləri ilə komandasının 4 xal qazanmasına kömək etdi. Avstraliyalı oyuncu və artıq 5-ci servisi zamanı səhv edir. Yəni bu 4 ideal servisdən sonra təbii ki bu səhv bəlkə də qəbul ediləndir. Polina Rahimova. Skavronska. Və Cooper yaxşı oynayır. Meydana yenicə daxil olub Britney Cooper. (21-23) Sanya Starovic kapitan meydana daxil olur rabitədə Otsara Tomkovun əvəzinə. Kseniya Kovalenko out'a getdi, top bloka dəydikdən sonra 24-21 və set xalı Azeryol komandası üçündür. Bugün əsas top paylayıcısı olan Yesidey Siliyə istirahət verib. Verchesi və hal-hazırda Yesideyi meydana buraxır. Və Yana Ağayevanı. 2 yeni oyuncu meydana daxil oldu. Bunlardan Yesidey ilk dəfədir ki, bugünkü qarşılaşmada meydana çıxır. Əlbəttə, əsas top paylayıcı oyuncudur. Azeryolda əsas heyət üzvüdə, hətta kapitandır. Out'a getdi top və 25-21. İkinci setin hesabı təkrarlandı 3-cü setdə. Azeryol artıq oyunda önə keçib. 2-1 hesabı ilə. Setlər arası fasilə.
Sevgi vardır ki uzaktan bize parlak görünür. Ona yaklaşmayalım çünkü o zulmetle dolu. Sevgi vardır ki düşer yerlere daim sürünür. Öyle bir sevgi de bin türlü hayaletle dolu. Sevgi vardır ki düşer yerlere daim sürünür. Öyle bir sevgi de bin türlü hayaletle dolu. Öyle bir sevgi de bin türlü hayaletle dolu. Ey, 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 ey. Sevgi vardır özü hoş dahili bir korkuya. Sevgilerle karışık bilmeceler kölgesi var. Sevgi vardır. Beləliklə artıq 4-cü set başlayır. Rabitə bu setdə qalib gəlməyə borçludur çünki əks halda məğlub ola bilər. Düzdür, oyunun təbii ki əhəmiyyəti yoxdur. Playoff mərhələsində turnir cədvəlindəki yerlərə heç bir təsir etmir. Ancaq hər halda burada artıq nüfuz mübarizəsi gedir. Hər iki komanda Azərbaycan çempionluğuna iddialıdır. Elə ola bilər ki, hər iki komanda artıq play-offda final mərhələsində qarşı-qarşıya gələr və böyük ehtimalla belə də olacaq. Reglamentə görə Azəryol iqtisadçı ilə görüşəcək yarım finalda, Rabitə isə Azərrey ilə. 1-1 hesab. Azəryol hücumdadır və Vargasdan gözəl hərəkət. Sakit bir toxunuşla topu rəqib meydançaya göndərdi Vargas. 2-1 Azəryol öndədir. Castillo. Chiara De Julio topu qəbul etdi Azəryol oyuncuları. Castillo. Növbəti hücum Rabitədən. Cruz bu dəfə yaxşı oynayır. 2-2. Kısmanovic. Ceneliyeva, Vargas. Kozuk'un zərbəsindən sonra topu götürdü. Skavronska. Azəryol hücumdadır. Palina top meydandadır. Xeyr, out işarəsi verir hakim. Xeyr, mənə gəlir ki, hakim bu epizodda səhvə yol verir. Top meydanda yerə düşmüşdü. 3-2 Rabitə önə keçir. Hesabı bərabərləşdirir Margarita Kozuk. 3-3. Yenə 3-cü setdəki kimi. Bərabər səviyyəli mübarizə gedir setin əvvəllərində. Tomkon. Ruk. Cruz. Yenə topu qəbul etdi Azəryol voleybolçuları. Və özləri xal qazanırlar indi Palina'nın dəqiq zərbəsi ilə. 2 dəfə rəqibin hücumunun qarşısını aldılar Azəryol oyuncuları. Daha sonra layiqli şəkildə 4-cü xalı da qazanır. Yəni bu hücuma görə xal qazanmağa layiq idi Azəryol və bunu da etdilər ən sonda. İki voleybolçu arasında anlaşılmazlıq. Vargas və Chiara De Julio.
Hər ikisi topu götürmək istəyirdi. Hər ikisi də anlaşılmazlıq yarandı. Hesab 4-4'tü. Raşulruk servisdə səhvə yol verir. Smash servis zamanı zərbəsi alınmadı. Qeyd edək ki, may ayının sonlarında voleybol üzrə qadınlardan ibarət milli komandamız Avropa çempionatının ikinci seçmə mərhələsində mübarizə aparacaq. Rəqiblərimiz Portuqaliya, Bolqarıstan və Yunanistan komandalarıdır. Bu mərhələnin oyunları Bolqarıstanda keçiriləcək. Komandamız mayın 22-sində ilk oyunda Portuqaliya ilə qarşı-qarşıya gələcək. Bu epizodda Azeryol oyuncuları xalın onlara veriləcəyini gözləyirdilər. Ancaq hakim başqa qərar qəbul etdi. İlk oyun milli komandamız Bolqarıstanda Avropa çempionatının ikinci seçmə mərhələsində Portuqaliya komandasına qarşı keçiləcək. Mayın 22-sində, mayın 23-də Yunanistanla oynayacaq Faik Qarayevin yetirmələri və mayın 24-də sonuncu görüş Azərbaycanla Bolqarıstan arasındadır. Əsas favoritlər də məhz elə bu iki komandadır. Bu mərhələnin cavab oyunları da olacaq. Mayın 29-undan 31-nə qədər və həmin qarşılaşmalar artıq paytaxtımızda, Bakıda keçiriləcək. Və reglamentə görə bu mərhələdə birinci yeri tutan komandalar birbaşa Avropa çempionatına vəsqə qazanırlar. İkinci yeri tutanlar isə üçüncü seçmə mərhələdə oynamalıdırlar. Xatırladaq ki, komandamız Bakıda keçirilən seçmə mərhələ oyunlarında dünya çempionatının final mərhələsində vəsiqəni əldə edib. 2014-cü ildə dünya çempionatında komandamızın mübarizə aparacağı dəqiqdir. Top oyundadır. Rabitə hücum edir və blok yaxşı oynayır Azeryolda. Yenə ilk setdəki kimi Azeryol voleybolçuları bu dəfə də müdafiədə çox inamlı oyun nümayiş etdirirlər. Tori Dixon'un zərbəsindən sonra top bloka dəyərək geri qayıdır və meydanda yerə düşür Rabitənin meydanında. Hesab 9-6'dır. Kozux. Az qala növbəti xalı qazanacaqdı Azeryol və top alta gedir. Skavronska'nın toxunmasından sonra 10-6. Skavronska bu dəfə səhvsiz oynadı. Top bloka deyərək alta getdi. Polina Rəhimova 6-cı zonadan mükəmməl zərbə vurdu. 11-7.
Rabitə hücumdaydı. Ve topu götürür Azeriyol oyuncuları. Hakim oyunu devam ettirir. Notsara Tomkom. Aşırma zərbə Skavronskadan alınmadı. Palina. Tomkom. Skavronska. Top bloka dəydi. Hələ oynuyor Çara de Julio. Hər şey qaydalar çərçivəsindədir. Hakim bildirir. İzləyirik epizodun təkrarını Tomkom'la. Təbii ki Tomkom boyca bir qədər qısa boyludur və Çara de Julio bu vəziyyətdə boy amili hesabına rəqibindən daha üstün oldu. 12-7. 5 xallıq fərq var. Kovalenka. Skavronska. Yenə blok yaxşı oynadı. Hücumda Azeriyoldu. Çara de Julio və 13-cü xal. Dora Xorvatson olaraq topa toxundu və top out'a getdi bundan sonra. 13-7. Time out istəyir Eldar Yusubov. Skavronska top meydanda yerə düşür. Bu hücumdan sonra. Ancaq xeyr, ikinci hakimin göstərişindən sonra Rabitə əsas hakim komandasında Murad Əbdülrəhmanzadə qərarını dəyişdi. Xal Azeryol'a verildi. 14-7. Böyük bir üstünlüyü var Azeryol'un. Hörmətli tamaşaçılar, bugün Azərbaycan Voleybol Federasiyasının İcraya Komitəsinin görüşü ki olub və final mərhələsinin təqvimində dəyişiklik edilib. Hal-hazırda bizə bu barədə informasiya verildi və artıq burada 5-ci, 6-cı yerlər uğrunda görüşlər olmayacaq. Yəni Lokomotiv Telekom komandaları oynamayacaqlar sadəcə olaraq. Yəni ancaq ilk 4 komanda çempionluq uğrunda mübarizə aparacaq. Artıq konkret oyunlar da məlumdur. Aprelin 7-sində saat 16-da Rabitə Azerrey ilə oynayır. 18-də Azeryol İqtisadçı ilə ilk yarımfinal görüşləri. Təkrar yarımfinal görüşləri aprelin 9-unda yəni saat 16-da İqtisadçı Azeryol və 18-də Azerrey Rabitə qarşılaşmaları keçiriləcək. Əlavə yarımfinal oyunlarına ehtiyac olursa 2 qələbəyə də oynanılır. Burada əlavə oyunlar aprelin 11-də keçirilə bilər. Final mərhələsi aprelin 14-ü, 15-i və 18-ində keçiriləcək. Ehtiyac olarsa aprelin 19 və 21-də də qarşılaşmalar oynanıla bilər. 16-9 Azeryol ikinci texniki fasilədə 7 xal fərqi ilə öndədir. Hörmətli voleybol həvəskarları,
Saat 6'da Rabita Azeri, saat 18'de Azeri. Dora Xorvat. 10-cu xalı qazandırdı Rabitəyə. Hesab 10-16'dır. Bəli, artıq aprelin 8-də çempionat yekunlaşa bilər. Yəni burada 2 qələbəyə dək oynanılır və hər hansı bir komandanın 2 qələbəyə dək üstünlüyü olmazsa əlavə oyunlar da keçiriləcək 19-u və 21-də. Yəni ən pis halda 21-i, aprelin 21-də çempionat yekunlaşacaq. Azeryol isə blokda uğurlu oyununu davam etdirir və indi Angelo Verchesinin komandası artıq 18-ci xalı da qazandı. Çətin ki, bundan sonra 8 xallıq üstünlüyü əldən verə Azeryol və bu görüşdə qalib gəlməyə çox yaxındır. Bir daha xatırladım ki, bu oyunun elə bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq turnir cədvəlinə də təsir etməyəcək. Yəni Azeryol növbəti 3 xalı aktivinə yazacaq qələbə sayəsində. Bu isə əlbəttə onun xalını yalnız 34-ə çatdıracaq. Onsuz da Rabitə 38 xalla artıq liderliyini möhkəmləndirib və əsas mərhələyə, play-off mərhələsinə lider kimi gedir Rabitə. Azeryol komandası time-out götürür. Angelo Verchesi hesab 11-18 olduğu bir vaxtda time-out götürdü. Remember that of Marina. Boom! On the line. You think that she's slow, but she's slow. She takes this ball. Not just that, but take it long. Adını fırçalayıp delisin sesi. Ceyran Əliyeva. Rabitə hücumdadır. Tomkom. Dora Xorvat və top bloka dəydi yenə. 19-cu xalı qazanır Azeryol. Polina Rəhimova top oyuna daxil etdi. Tomkom. Dora Xorvat. Lockout. 13-19. Dora Xorvat servisi yerinə yetirəcək. Kseniya Kovalenko yaxşı oynayır yaxın məsafədən ötürməni. Dəqiq zərbə ilə tamamladı. Kamallı yoldaşının zəhməti ədər getmədi bu epizodda və Kseniya Kovalenko 20-ci xalı qazandırdı Azeryola. 12-ci turdan məhz təxirə salınmış qarşılaşmadır. Əvvəlki təqvimdə 5-ci, 6-cı yerlər uğrunda da görüşlərin keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan Voleybol Federasiyasının İcra Komitəsinin keçirdiyi iclasdan sonra bu oyunlar ləğv olunub. Lokomotiv və Telekom komandaları üçün bu mövsüm artıq bitib və onlar indidən artıq növbəti mövsümə hazırlaşa bilərlər. Və çempionluq uğrunda 4 komanda mübarizəni davam etdirəcək. Xüsusilə İqtisadçı və Azeryolun oyunları böyük maraq doğru. İqtisadçının da hesabdan indidən silmək düzgün olmazdı. Yəni bu komanda Azeryolla başa-baş mübarizə aparmaq gücündədir. Yəni çox maraqlı qarşılaşmalar izləyəcəyik. Play-offda xüsusilə İqtisadçı Azeryol görüşləri maraqlı olacaq. Yəni Rabitə Azeryol qarşılaşmalarına gəlincə inanmıram burada Azeryol çox güclü müqavimət göstərsin. Rabitəyə baxmayaraq ki bu komanda əzimkarlığı ilə seçilir.
Rabitə bu cütün aşkar favoritidir. 15-21. Blokdakı inamlı oyunda Rabitə komandası 15-ci xalı qazandı. 6 xallıq fərq var hesabda. Ümumi qələbə üçün 4 xal lazımdır Azəryola. Polina Rəhimova. Dəqiq zərbə 6-cı zonadan 22-15. Aprelin sonlarında Azərbaycanın 19 yaşadək qızlardan ibarət voleybolçuları Avropa çempionatının seçmə mərhələsində oyunlarını keçirəcəklər. Bu görüşlərdə Bolqarıstanda olacaq, Samokov şəhərində. İlk qarşılaşmada rəqib Bolqarıstandır, ikinci görüşdə Rusiya, üçüncü qarşılaşmada isə Avstriya komandaları ilə görüşəcək. 19 yaşlardan ibarət milli komandamız. Bir sözlə, aprel və may ayları voleybol üzrə milli komandalarımız üçün çox gərgin qrafikdə keçəcək. Daha sonra isə eyni zamanda dünya çempionatı var. Həm üçün bu yarışa da hazırlaşacaq voleybol üzrə milli komandamız. Topa toxunma var idi və Azeryol 23-cü xalı qazanır. 23-17. Yanağayeva. Bloka dəyərək meydanda yerə düşdü. Raşılrok. Qüvvətli zərbə vurmuşdu və 18-ci xalı qazanır. Rabitə. Ceyran Əliyeva. Polina Rəhimova aşırma zərbəsi alınmadı. 19-23. 4 xallıq fərq var. Time out istəyir Verchesi. Başa düşmək olar onu. Yəni, böyük bir üstünlük olduğu halda yenə yetirmələri bəlkə də müəyyən qədər arxayınlaşdılar və o bunun baş verməsini istəmir. Komandasının qələbə qazanmasını və play-off'a yüksək əhval-ruhiyyədə getməsini istəyir. Angela Verchesi. Hər iki komanda bu mövsüm Azərbaycana Çempionlar Liqasında təmsil edib. Azeryol qrup mərhələsini adlaya bilməsə də Rabitə dördlər finalında mübarizə apardı. Play-off mərhələsindən sonra dördlər finalının Bakıda keçirilməsi dəqiqləşdi və Rabitə birbaşa olaraq dördlər finalına məskə qazandı. Ancaq dördlər finalında 3-cü yeri tutdu Rabitə. Tomkom. Ceylan Əliyeva. Polina. Xorvat topu qəbul etdi. Castillo. Raşılruk və blok yenə yaxşı oynayır. 24-19. Avstraliyalı voleybolçunun zərbəsinin qarşısını aldı. Azeryolun oyuncuları, bloka tullanan oyuncuları. İzləyirik episodun təkrarını. Eldar Yusubov yenə time-out istəyir. Hesab 24-19-dur və əslində belə bir vəziyyətdə Eldar Yusubovun götürdüyü time-out da anlaşılan deyil. 5 xallıq fərq var və belə bir vəziyyətdə, yəni 5 xalın ardıcıl olaraq Rabitənin tərəfindən qazanılması əlbəttə böyük möcüzə olardı. İnanmıram ki, Azeryol voleybolçuları buna imkan versinlər. (24-19) Topu oyuna Chiara De Julio daxil edəcək. 1 saat 45 dəqiqədir ki, oyun davam edir. Şırma zərbə alınmadı.
sonuncu xal qazanıla bilər. Koso, Raşılruk. Azeryol hücumdadır. Polina Rəhimova və bu da sonuncu xal. Azeryol qalib gəldi bu görüşdə. Sonuncu set 25-19 hesabı ilə bu komandanın xeyrinə başa çatır. Ümumi hesab 3-1 Azeryolun xeyrinə oldu. Setlərin hesabları ilk setdə Rabitə qalib gəldi 25-23 hesabı ilə və sonraki setlərdə müvafiq olaraq 25-21, 25-21 və 25-19 hesabları ilə qalib gələn Azeryol 12-ci turdan təxirə salınmış qarşılaşmada qalib gəldi əzəli rəqibinə. Beləliklə, hörmətli tamaşaçılar, əsas mərhələ başa çatdı Voleybol üzrə Azərbaycan Super Liqasında və artıq bütün komandalar, 4 komanda, ilk 4 yeri tutan komanda play-off mərhələsinə köklənib, aprelin 7-si və 9-unda ilk yarımfinal qarşılaşmaları keçiriləcək. Biz isə reportajımızı yekunlaşdırırıq. Reportajın rejissoru Teyyub Məmmədov, oyunu Rəşad Rafiqoğlu şərh etdi və sağ olun, salamat qalın.